Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edib. Daimi nümayəndəliyin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərfə xanım Əliyevanın da məzarı önünə tərgüllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.